Qarabağ və Şərqi Zəngəzura köç prezidentin reklamı yoxsa həqiqətən də böyük qayıdış proqramıdır? Yurdlarına qaytarılan məcburi köçkünlərin şikayətlərindən də aydın görünür ki, hökumətin atdığı addımlar planlı və proqrama uyğun həyata keçirilmir. Prezidentin imzaladığı və dövlət qurumlarına tapşırılan proqramda belə deyilir. Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsi gücləndirilməli, əhalinin məşğulluq imkanları artırılmalı, əhalinin yeni yaşayış şəraitinə uyğunlaşması üçün reinteqrasiya tədbirləri təşkil edilməlidir. Digər tərəfdən Milli Məclis qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna dəyişiklik edir və bildirir ki, əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu qanun qüvvəyə mindiyi tarixdən itirilir. Bu ilin 5 ayını 0% iqtisadi artımla başa vuran və günbəgün vətəndaş qarşısında sosial öhdəliklərini azaldan hökumət bu şəkildə məcburi köçkünlərlə bağlı üzərinə götürdüyü imtiyazlardan, aylıq müavinətlərdən də azad olaraq xərclərini azaltmağa çalışır. Halbuki prezident çıxışlarında daima konstitusiyaya istinad edərək deyir ki, Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Atılan addımlar isə bunun əksini deyir. Dövlət televiziyalarında 10-15 nəfər məcburi köçkünlə prezidentin səmimi görüntüləri yayımlanır, sosial şəbəkələrdə isə vətəndaşlar tikilən evlərin keyfiyyətsizliyindən, yaşamaq üçün şərtlərin olmadığından və işsizlikdən şikayət edirlər. Baş nazirin müavini Şahin Mustafayev azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insanın yaşadığını, prezident administrasiyasının rəhbəri Samir Nuriyev isə 85 minə yaxın insanın yaşadığını deyir. Bu rəqəmlər arasında fərq 10 min nəfər olsa da, burada yaşayan insanların məşğuliyyət statistikası daha kəskin təzad təşkil edir. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azərtaca verilən məlumata görə doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə 10.623 nəfərinin məşğulluğu artıq təmin edilib. Həmçinin 880 nəfər özünə məşğulluq proqramına cəlb edilərək mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını qurublar. Əgər iki yüksək dövlət rəsmisinin səsləndirdiyi fərqli rəqəmlərdən ortalama 80 min nəfərin öz yurdlarına köçürüldüyünü nəzərə alsaq, bu o deməkdir ki, hazırda 10 min nəfər 70 min insanı dolandırır. Prezident isə açıqlama verərək bildirib ki, 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bəs bütün ölkə üzrə işsizlik problemini həll edə bilməyən hökumət 140 min adamın ayaqda qalması üçün 6 ay ərzində nə qədər iş yeri aça biləcək? Köçürülməyini gözləyən 10 minlərlə adam nəyin hesabına yaşayacaq? Nəzərə alaq ki, dövlətin onlara verdiyi sosial dəstək də qanunla aradan götürülür. Müstəqil iqtisadçılar deyirlər ki, Qarabağda iş yerlərinin açılmasına dair dövlətin açıqladığı rəqəmlər manipulyasiya xarakterlidir. Çünki illik statistika rəqəmlərinin müqayisəsi göstərir ki, iş yerləri əslində çoxalmayıb, əksinə azalıb. Hökumət yalnız açılan iş yerlərini göstərir, amma bağlanan iş yerlərinin sayı açıqlanmır. Azadlıq Radiosuna danışan əslən Ağdamdan olan Səxavət Məmməd oradakı problemlərdən danışarkən deyib ki, kəndlilərə əkin-biçin üçün torpaq verilməyib və torpaq bölgüsü aparılmayıb. Onlara öz ixtisaslarına və ya peşələrinə uyğun iş tapmaq çətindir. İşğaldan əvvəlki dövrdə malik olduqları torpaq və həyatyanı sahələr onlara verilmir. 2024-cü ildə torpaq icarəsi haqqında qanuna edilən dəyişiklik işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqları güzəştli şərtlərlə sakinlərə icarəyə verilməsini nəzərdə tutur. Qanuna əsasən, torpaqlar investisiya müsabiqələri vasitəsilə bir illik və çoxillik əkinlərin aparılması üçün icarəyə veriləcək. BBC-yə danışan köçkünlər isə buna etiraz edərək öz mülkiyyətlərindəki torpaqların onların özlərinə qaytarılmalı olduğunu, artıq qalan torpaqların isə icarəyə verilə biləcəyini deyirlər. Korrupsiya araşdırmalarına görə hazırda həbsdə olan Abzas Medianın jurnalistləri isə aşkar etmişdilər ki, hələ yerli əhali köçmədən artıq azad edilmiş ərazilərdə 10 minlərlə hektar torpaq sahələrində kənd təsərrüfat işlərinə başlanılmışdı və əhalidən əvvəl bu ərazilərdə mənfəət götürən insanlar əsasən prezident ailəsinin, onun keçmiş təhlükəsizlik xidmətinin rəhbəri Bəylər Eyyubovun, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevin və digər məmurların ailə şirkətləri olub. Bunlar prezidentin şəxsi nəzarəti altında həyata keçirilir. Qarabağda aparılan yenidən qurma işləri isə prezidentin xüsusi nümayəndəliyinin səlahiyyətinə verilib. O da birbaşa prezidentə tabedir. 2022-ci ilin fevralında gənclərlə görüşdə prezident özü də demişdi ki, azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Həm sosial mediada yayılan videolarda, həm müstəqil medianın hazırladığı materiallardan görünür ki, köçürülən əhalinin başlıca problemləri hamının işlə təmin olunmaması, insanlara öz işlərini qurmağa icazə verilməməsi, qiymətlərin, xüsusilə kommunal xərclərin bəzi ərazilərdə, hətta Bakıdan belə baha qiymətli olmasıdır. Lakin əsas problem ondadır ki, siyasi sistem öz yurdlarına qayıtmış vətəndaşlara problemlərdən şikayət etməyə də icazə vermir. Bəzi şikayət edən vətəndaşlar isə dövlət qurumlarının təzyiqi ilə qarşılaşır və onlardan üzr istəmək tələb edilir. Böyük qayıdışın uğuru dövlət televiziyalarında aparılan propaganda ilə yox, Qarabağa qayıdan insanların öz yurdlarında ləyaqətlə yaşaya bilməsi ilə ölçüləcək.
Nöqsanları düzəltmək və əhalini işlə təmin etmək əvəzinə vətəndaşa sus, danışma, etiraz etmə deyilirsə, köç hələ uzun illər statistika üzərində qalan rəqəmlərdən ibarət olacaq.